Yallah. Salam əziz şagirdlər, bu günlər sizlərlə birlikdə deməli bu sınağın izahına baxaq. 31-ci sualdan başlayaq. Bərabər yanlı trapeziyanın kiçik oturacağı 2 sm yan tərəfin uzunluğunu verib bizə dik bucağın verib 60 dərəcə bu trapeziyanın diaqonalının uzunluğunu tapmaq istəyir. Demək əvvəlcə bərabər yanlı trapeziya çəkək. Bərabər yanlı trapeziyada deməli oturacağı dik bucaqlar bərabərdir. Bunu bilirik. Onun üçün deməli burada qeyd edək, demək 60 dərəcə buranı verib. Adlandıraq A, B, C, D trapeziyası olsun. Deməli, kiçik oturacağı 2 cm-dir, yəni BC-nin uzunluğu 2 cm-dir. Yan tərəfi 4 cm olsun, AB 4 cm. AB 4 cm isə CD də 4 cm olar. Bu trapeziyanın diaqonalının uzunluğunu tapın. Əvvəlcə bizə məlumdur ki, trapeziyanın diaqonalları bir-birinə bərabərdir, yəni bərabər yanlıda. Söhbət bərabər yanlı trapeziyadan gedir. Onun üçün yəni AC diaqonalını çəksək, BD diaqonalını çəksək, bunlar bir-birinə bərabərdir. Mən birini çəkirəm. Məsələn, BD diaqonalını çəkdim. İndi isə demək, burada verilənlərə əsasən məsələn 60 dərəcə görürəm burada. Düz bucaq yaratmaq niyyətim olmalıdır. Ya düz bucaq yaratmalıyam ki, burada nəsə alaq. Onun üçün B-dən AD-yə bir hündürlük çəkəcəyik. Onsuz da bərabər yanlı trapeziyada hündürlüklər bir-birinə bərabərdir. Buradan da istəsəz yəni hündürlük çəkə bilərsiniz. Burada görünəcək. Həmin hündürlüyə görə 90 dərəcəni qeyd edirəm. Demək, burada 60, bura 30 dərəcə olacaq. Bu 30 dərəcə bucaq qarşısında duran katet, yəni AH hissəsi hipotenuzun yarısı, 4-ün də yarısı olacaq 2 cm. AH 2 cm-dirsə, buradan məsələn yazıram, H1 yazsam, bura H2 yazsam, H2D məsafəsi də 2 cm olacaq. Yəni ayırdığı hissələr bərabərdir. Və buradan H1, H2 məsafəsi var hissə, orada 2 cm-dir. Yuxarıdan aşağı köçürsək, deməli, burada H1D məsafəsini biz gördük 4 cm oldu. BH1 məsafəsində indi tapacağıq buradan. Deməli, BH1 hissəsində burada biz bilirik ki, 60 dərəcə bucaq qarşısında duran katet 30-un kök 3 mislidir. Yəni olacaq burada 2 kök 3. İndi bu düz bucaqlı 3 bucaqdan, hansı düz bucaqlı 3 bucaqdan söhbət gedir? BH1D düz bucaqlı 3 bucağından. Bu düz bucaqlı 3 bucaqda hipotenuzu biz Pifaqor teoreminə görə tapacağıq. Bura 4 cm-dir. Bura 2 kök 3 katetlər. Olacaq 4-ün kvadratı plus 2 kök 3-ün kvadratı bərabərdir BD-nin kvadratına. 16 plus 12 bərabər BD kvadratına 28 edər BD kvadratı. BD-nin tabanda kök 28. 4 vur 7 kimi yazsam 2 kök 7 edəcək. Doğru cavabımız E variantı. Keçək deməli 32-ci suala. 32-ci sual deməli bizdə dəyişik sualdır. Başqa sual yazmışdıq sınavda. Deməli vektorlara aid bir sadə sualdır. 32 nömrəli sualdır. Deməli A vektoru bizə verilib -1, 4-dür. B vektoru 2, 3-dür. Koordinatları 2, 3-dür. Bunları vektor işarəsini yazaq. C vektorunu deməli verib bizə 5, -6 olarsa bizdən AB vektoru vurulsun AC vektoru hasilini soruşur. Deməli əvvəlcə ayrı-ayrıda AB-nin vasitəsini tapmalıyıq. AB vektorunu tapmaq üçün deməli düsturumuzdan istifadə edəcəyik. X2 çıx X1, Y2 çıx Y1. Yəni bunun X2-si 2-dir. 2-dən -1 çıxanda 3 edir. 3-dən də 4 çıxanda -1. Bu AB vektorunun koordinatları olsun. İndi AC vektoruna baxaq. AC vektoruna da deməli C-dən A-nı çıxaq, yəni X-larından. 5-dən -1 çıxanda 6 qalar. -6-dan 4 çıxanda -10. 2 dənə vektorun, yəni AB və AC vektorun, ümumiyyətlə vektorların skalar arasından biz bilirik ki, X-lar 1 vurulur, Y-lər 1 vurulur, sonra toplanılır onlar. Bunları bir-birinə vursak 6, 3, 18 plus 10 eləcək, bu da 28-i bizə verir. 33 nömrəli sual ifadəsini sadələşdirin. Deməli, burada məxrəcə baxaq. Deməli, B kvadratı minus AB. B-ni çıxara bilərik, ortaya vuruq. B-ni çıxarsaq B minus A qalar. Sürətdə A plus, deməli, buradan A-nı çıxarsam, orta vuruq A minus B qalar. Sürətdə B. Hələlik bu hissəni hesablayaq. Burada deməli, biraz sadələşdirmə apara bilərik. Yəni, məxrəclərə baxsaz fikir verin. B minus A və A minus B var. Yəni, burada A minus B-ni mən B minus A kimi yazsam, hökmən qabağa mənfi verəcəm və həmin mənfi bu plusu minus edəcək. Yəni, bunu əgər A minus B yox, B minus A yazsam,
onda qabağa mənfi versəm və doğru olacaq bərabərliyimiz. İndi B vurulsun B minus A və A vurulsun B minus A-ya ortaq hər ikisinə. AB vurulsun B minus A olar. Ortaq vurul götürdüm məxrəclərə. Həmin o AB vurulsun B minus A-nı mən B vurulsun B minus A-ya bölsəm A qalacaq. A vurulsun B minus A-ya bölsəm isə deməli B qalacaq. Sonra yuxarıda deməli olacaq A vura A kvadratı çıxılsın B vur B B kvadratı olacaq. Biraz da sadələşdirsək bunu, yəni AB-də müxtəsərə görə A minus B vurulsun A plus B kimi yaza bilərəm. B minus A da məxrəcdəydir. İndi burada biz ixtisar aparacağıq. Yəni B minus A-lar ixtisar gedəcək buradan A minus B ilə. Amma mənfi 1 qalmaq şərti ilə məxrəcdə və yaxud sürətdə fərqi yoxdur. Mənfi 1-i yazmaq şərti ilə biz məxrəcə qeyd edək. Deməli, yekunda alındı mənfi AB məxrəcdə, sürətimizdə isə A plus B. Bunu varacaq indi ikinci mərhələdə AB deməli sürətdə, məxrəcdə isə A plus B. A plus B-lər ixtisar getsə, AB-lər ixtisar getsə, cavabımız mənfi 1 edəcək. Amma diqqət eləmək lazım. Mənfi 1 və 1 cavabları da var. Yəni burada B minus A fərqinə hökmən diqqət eləmək lazımdır. Doğru cavabımız A variantı. Keçid alaq deməli 34 nömrəli suala. 34 nömrəli sualda da ki bizə verilib 4 minus kök altında 7 kök altında plus kök altında 2 vurulsun kök altında 4 minus kök altında 7 ifadəsinin qiymətini hesablamağı bizdən istəyir. Əvvəlcə deməli burada vurmanın paylama xassəsinə görə vurub açsaq. 4 minus kök 7-ni 4 minus kök 7-nə vursam, kök altında 4 minus kök altında 7-nin kvadratı olacaq. Yəni bizə verəcək bu ifadə, həmin kökdən də indi bunu çıxarsam, buramı yazıram, yəni bunu buna vursam. 4 minus kök 7, bu da 4 minus kök altında 7. Kök altında 4 minus kök altında 7-nin kvadratı. Kökdən də çıxarında modulda çıxacaq da bu. 4 minus kök 7 olacaq modulda. İndi bunu vuracam mən, deməli bu 4 minus kök altında 7-nin üzərinə daha doğrusu gələcəm. Deməli, kök altında 2-ni vuracam 4 minus kök 7. Olacaq kök altında 8 minus 2 kök 7. İfadəsini sadələşdirməyə başlayaq. Deməli, birinci hissə bura asandır da, yəni 4 minus kök altında 7 olduğu kimi qalacaq. Moduldan 4 minus kök 7 çıxacaq. Baxın, uşaqlar, kök alanda hökmən modulda yazmaq lazımdır ki, yəni burada deməli, baxın, ifadə düzgün alınsın. İkinci dəfə isə burada kök altından biz indi bunu sadə hala salmalıyıq. Kök altında 8 minus 2 kök altında 7-ni 1 minus kök altında 7-nin kvadratı kimi yazacağıq. Həqiqətən də bunun açılışı 1 plus 7, 8 minus 2 kök altında 7 bizə ödənəcək. Burada da açılış axı dedi ki, modul da çıxır 1 minus kök altında 7. Və moduldan 1 minus kök altında 7 heç vaxt çıxa bilməz, mənfi olur axı. Ona görə kök altında 7 minus 1 yazacağım bunun əvəzinə. Kök altında 7-lər buradan getdi, 4-dən də 1 çıxanda 3 qalacaq. Doğru cavabımız E variantı. 35 nömrəli sualda A və B rəqəmləri üçün deməli verilənlərə əsasən A çıxılsın B fərqini bizdən istəyir. Əslində sadə bir sualdır. Deməli burada yazacaq ki 90-da AB 2 rəqəmli ədədi çıxılsın A çöldə isə minus 9-da B bərabərdir 2-də 1. Deməli AB-ni 10A plus B kimi yazsam, ondan da A-nı çıxsam, deməli 9A deməli 9A üstə gəlinsin B olacaq. Bölünsün deməli 90 minus 9-da B bərabərdir 2-də 1. Bir səhv etmədiksə deməli 10A plus B minus A 9A plus B. Hər tərəfi demək 90-a vursaq, deməli olacaq hər tərəfi 90-a vursaq 9A plus deməli 9A plus B çıxılsın 10B deməli çıxılsın 10B bərabərdir 45-ə. 9A çıxılsın 9B, B'lər də gedir deyə B qalır, 9B bərabərdir 45-ə. Hər tərəfi 9-a bölsəm, A minus B də bərabərdir 5 alınacaq. Bizdən isə elə A minus B-ni soruşduğuna görə doğru cavabımız D variantı olacaq. 36 nömrəli sualda da deməli bizdə verib burada deməli verilənləri qeyd edək. Baxaq görək nə verib. Deməli, bunların bərabər olduğunu verib bu bucaqların. Alfa yazaq. Və paralellik şərti var. 80 dərəcə qeyd olunub B bucağına. Deməli, bura 80-dir. 80 dərəcə. ADS-ni tapın deyir bizdən. ADS-ni tapmağı soruşur. Burada həmçinin beta yaza bilərik. Çünki təmbiran oldu, qeyd olundu. Deməli, uşaqlar, burada paralellik şərtinə görə
Baxın burada M qaydası. M qaydasından istifadə eləmək lazımdır. M qaydasına görə bu bucaq, yəni bu D bucağı olacaq alfa plus beta. Yəni bucaq D alfa plus beta olacaq. Yəni bura qeyd eləsəm və burada deməli 4 bucaqlı alınıb. 4 bucağın da daxili bucaqlarının cəmi biz bilirik ki 360 dərəcədir. Ona görə alfa plus beta bir bucaq üzərinə gəlsin alfa plus beta plus 80 bərabərdir 360 bərabərliyin həll etmək lazımdır. 2 alfa plus 2 beta demək 80 bərabər 360. Hər tərəfi 2-yə bölsəm alfa plus beta plus 40 bərabər 180 dərəcə edəcək. Buradan da alfa plus beta bərabərdir 140 dərəcə olmuş olacaq. Doğru cavabımız E variantı. Deməli 37 nömrəli suala baxırıq. Deyir ki, y bərabərdir x-3 funksiyasının x-3 kvadratı funksiyasının qrafiki üçün aşağıdakılardan hansı yanlışdır? Bizdən səhv olanları soruşur. Əvvəlcə bu funksiyanın qrafikini gəlin koordinat sisteminə təsvir edək. Deməli, normalda x kvadratı olsaydı koordinat başlanğıcından keçərdi, amma çıxılsın 3 var olduğuna görə 3 vahid biz sağa sürüşdürəcəyik funksiyanın qrafikini. Yəni bu parabola bu şəkildə olacaq. X bərabər 3 simmetriya oxunun tənliyi. Həqiqətən bu doğrudur da. Deməli, x bərabərdir 3 xətti. Baxın, simmetriya oxudur. Yəni bu parabolanın simmetriya oxu kimi baxılır buna. Apsis oxunu 3-0 nöqtəsinə toxunur. Bəli, doğrudur. Baxın, görünür ki, burada da x-i deməli 3-dür, y-i də 0-dır, həmin o toxunma nöqtəsinə. Təpə nöqtəsi apsis oxu üzərində yerləşir. Bu da doğrudur. Təpə nöqtəsi həqiqətən də apsis oxu üzərində, yəni x oxu üzərində yerləşir. Ordinat oxunu 0-3 nöqtəsində kəsir. Ordinat oxun kəsdiyi nöqtəni tapmaq üçün, deməli, ümumiyyətlə x-a 0 verəndə, yəni biz x-a 0 verəndə y-i tapırıq ordinat oxun kəsdiyi nöqtəni tapmaq üçün. Baxın, belə bir yazaq. Onun üçün x-a 0 versək, biz 9 görəcəyik y-i. Ona görə də 0,3 yox 0,9 nöqtəsində kəsir. Yanlış cavab deyil. Bəli də E-yə də baxaq. Ən kiçik qiyməti 0-a bərabərdir. Bəli, kvadratik funksiyanın ən kiçik qiyməti 0-dır. Yəni funksiyanın qrafikində də görünür. 38 nömrəli sualda sadə bir sualdır. Deməli, bu tip bərabərlikləri biz həll etmək üçün əvvəlcə hər tərəfi 24-ə vurub kəsirdən azad edəcəyik. Qalacaq 2, burada da qalacaq deməli 2n plus 1 demək kiçikdir 8. Hər tərəfdən 1 çıxsaq 2n 7, burada da 1 qalır. Hər tərəfdə 2-yə bölsək n kiçikdir 3,5 böyükdür deməli 0,5 alınır. Bunları ödəyən tam ədədlər 1-dir, 2-dir, 3-dür. Doğru cavabımız deməli sayın soruşduğuna görə 3 olacaq. 39 nömrəli sualda deməli verilən şərtə əsasən bizdən deyir modulda A üzərinə gəlsin modulda B minus A plus A küçətdə B kvadratı plus B küçətdə A kvadratı hesablamağı bizdən istəyir. Aha, baxaq bunun həllinə. Deməli, A 0-dan kiçikdir, yəni mənfidir. B isə 0-dan böyükdür, müsbətdir. Bunları qeyd etdik. İndi isə baxaq deməli, modulda A. Əgər A mənfidirsə, moduldan onun əksi çıxır. Məsələn, modulda mənfi 5-dən nə çıxırdı? Müsbət 5 çıxırdı da. Yəni, modulda mənfi 5, moduldan çıxanda onun əksi çıxır. Yəni, müsbət olmaq üçün əksinə dəyişməlidir. İndi, əgər A-mız mənfidirsə, moduldan çıxanda əksinə çıxmalıdır. Onun üçün də bunun əvəzinə yazacağıq biz mənfi A. Deməli, plus B minus A. B-miz müsbətdir. Müsbət bir şeydən, yəni A-dan da böyükdür. Müsbətdən mənfini çıxmaq və yaxud da böyük bir şeydən kiçiyini çıxmaq, yəni burada heç bir mənfi alınmadığına görə B minus A-nı olduğu kimi yazacağıq. Plus, deməli bunu A modulda B kimi yazacağıq. Cüt dərəcədən B-nin kvadratına modulda çıxır. Plus B modulda A yazacağım. İndi baxaq. Mənfi A plus B minus A, deməli plus. Axı biz dedik ki, modulda B müsbətdir. Müsbətçi olduğu kimi çıxacaq A, B modulda. Amma burada B mənfi, A mənfidir axı, ona görə mənfi çıxacaq. Onun üçün də minus AB olacaq. AB-lər getdi. Qaldı yerə deməli mənfi 2A plus B və yaxud da B minus 2A. Doğru cavabımız A variantı. Qırx nömrəli sual da deməli əlavə etdiyim suallardan. Deməli, burada verilib ki bizə 40 nömrəli sual bizdə belə verilib. 1, 2, 3, 4, 6, 9, 9. Bu sıra verilib. Bizə deyir ki, moda medianın həndəsi ortasını tapın. Yəni, sualda bizə demək istəyir ki,
Bu sıranın modanı tap, bu sıradan modanı tap, medianı tap. Həmin moda və medianın həndəsi ortasını tap. Deməli, biz bilirik ki, moda ən çox təkrarlanan ədəddir. Burada ən çox sırada təkrarlanan ədəd 9-dur. Modası 9-dur. Moda 9. Bəs yaxşı, median neçədir? Deməli, median ən mərkəzdə duran ədəddir. Burada ən mərkəzdə 4 durub. Ona görə də medianımız da 4-dür. Moda və medianın həndəsi ortasını bizdən istəyir. Həndəsi ortanı tapanda kök altında 9-u 4-ə vuracam və 2 ədəd olduğuna görə ikinci dərəcə heç yazılmır əslində. 36-dan da 6 çıxacaq, doğru cavabımız 6. 41 nömrəli sual. Alfa deməli düz xətt verilib. A düz xətti daha doğrusu. O mərkəzi çevrəyə A nöqtəsində toxunur. BAD deməli 40 dərəcə olarsa ABC-nin dərəcə ölçüsünü tapın. Deməli burada verilənləri əvvəlcə qeyd edək. Deməli BAD 40 dərəcə. Hə. Bu bucaq verilib 40 dərəcə. BAD 40 dərəcə. Üzrlü sayın. Deməli ABC üç bucağın dərəcə ölçüsünü tapın bizə deyir. ABC. Yəni buranın dərəcə ölçüsünü bizdən soruşur. Bu alfanı soruşur. Deməli uşaqlar burada nəyi bilməliyik biz? Toxunan və kəsən, toxunan və vətər arasında qalan bucaq var burada. Toxunan və kəsən arasında belə deyil. Həmin o bucaq deməli söykəndiyi qövsün yarısına bərabərdir. Yəni 40 dərəcə əgər bu 40 dərəcəsə, məsələn bura n yazsam, bura n qeyd etsəm, ANC deməli qövsünün dərəcə ölçüsü ANC qövsünün dərəcə ölçüsü 40-ın 2 misli, yəni 80 dərəcə olacaq. Deməli burada ANC, AMB daha doğrusu üzrsən, AMB 80 dərəcədir. Bunu bildik. Digər tərəfdən mən BC-də O nöqtəsini görürəm və mərkəz nöqtəsi qeyd edilir. Deməli biz buradan bilirik ki, BC diametrdir. BC diametrdirsə, buradan yola çıxaraq, deməli bunu birləşdirəcəm mən. A ilə C-ni birləşdirəcəm. Baxın, A ilə C-ni biz birləşdirsək, əgər A ilə C-ni birləşdirsək, onda BC axı diametrdir və BAC bucağı da diametrə söykənən bucaq olacaq. Ona görə bu düz bucaq olacaq, yəni 90 dərəcə. Bunu da qeyd elədik. Digər tərəfdən, burada ACB ki var, ACB AMB qövsünə söykənib. Baxın, fikir verin, bu qövsə söykənib. Sarı hissə ilə yazdığım hissəyə söykəndiyinə görə, deməli, həmin o ACB bucağı da deməli qövsün yarısına, yəni 80-in yarısına 40 dərəcəyə bərabər olacaq. Deməli buradan deməli 90-dır, 40-dır, alfa da 50 dərəcə olacaq da, yəni şifahi görükür. D variantı. 42 nömrəli sual çoxluqlar bölməsinə aid olan sadə bir sualdır. A və B çoxluqları üçün NA çıxılsın B 2 çoxluğun fərqini verib. NA-nın 3MB, yəni MB-nin 3 mislinə bərabər olduğunu verib, kəsişməni verib 1-dir və birləşməni bizdən soruşur. Eylerben diaqramından istifadə edib daha sadə bir yolla tapa bilərik. Deməli, 2 dənə demək diaqramı çəkdik burada. Verilənləri qeyd edək. Bura A çoxluğu olsun, bura B çoxluğu olsun. A çoxluğu NA çıxılsın B 11 elementdən ibarətdir. NA çıx B. A çıx B uşaqlar bu ay paradır. Baxın, həmin hissəni mən göstərim sizə. Bu hissədir demək olar. Baxın, bu hissənin, yəni elementlərinin sayı 11-dir. NA 3MB-yə bərabərdir. NA özü 3MB və NA kəsişmə B-ində 1 verib. Kəsişməmiz artıq 1-dirsə, deməli NA çoxluğumuzun elementlərinin sayı 11 plus 1, 12-yə bərabərdir. Onda MB çoxluğu MB-nin 3 misli NA-ya bərabərdir. Ona görə MB özü 4 olmalı, 4 elementdən ibarət olmalı. Artıq onun 1 elementi kəsişmə düşürsə, 3 elementimiz də yalnız B-yə daxildir. Və yaxud da MB çıxaya. Bizdən isə soruşur, NA birləşmə B-ni tapın. 11 plus 1, deməli 12 plus 3, 15 eləyəcək. Doğru cavabımız olacaq D variantı. Demək, düsturdan da istifadə edib tapmaq olardı əslində bunu. Eylerben diaqramı daha asandır. 43 nömrəli sualda tənliyin sonsuz sayda həlli olarsa, A və B parametrlərinin cəmini bizdən soruşur. Deməli, bu tənlik xətti tənlikdir. AX bərabər B formasında olan bir xətti tənlikdir. Biz də bilirik ki, xətti tənliyin o zaman sonsuz sayda həlli olar.
X-in də əmsalı 0 olsun, A da 0 olsun, B də 0 olsun. İndi baxaq. Məsələn 0 vurulsun X bərabər 0 formasında bir tənlik olsa, biz X-a nə qədər qiymət versək, bu bizim tənliyimizin kökü olacaq. Yəni sonsuz sayda kökü olacaq. İndi verilənlərə əsasən X-in əmsalı, yəni 2A-3 bərabər edək 0-a. Buradan A-nı 1,5 tapacaq. Digər tərəfdən A 1,5 tapılıbsa, yerinə qeyd edək. 1,5 vurulsun B plus 6 bərabərdir 0 olmalıdır. Buradan da 1,5 B bərabər -6 olmalıdır. B də -4 edəcək. Deməli, B -4-dir, A 1,5-dir. -4 ilə də 1,5-in cəmi -2,5 edəcək. C variantı. Yəni, burada sərbəst təhdid dediyimiz hissədə, yəni bu hissədə biz AB plus 6-nı bərabər elədik 0-a. Artıq A-nı 1,5 tapdığımız üçün qeyd edib yerinə yazmışdıq. 44 nömrəli sualda deməli ABC üçbucağında AB-nin BC-yə bərabər olduğunu, AD-nin 2, BD-nin 10 sm olduğu qeyd olunub. BDC bucağı da 60 dərəcədir. AC tərəfinin uzunluğunu bizdən soruşur. Verilənləri qeyd etsək, deməli burada AB tərəfi BC tərəfinə bərabər olduğu qeyd olunub. Yəni bu üçbucaq bərabər yanlı üçbucaqdır. AD tərəfinin uzunluğu 2 sm-dir. BD tərəfinin də uzunluğu deməli verilib bizə 10 sm. Biz burada nəyi bilməliyik? Biz əvvəlcə burada bilməliyik ki, bərabər yanlı üçbucaqda median da tən bölən də hündürlükdür. Hər üçü bir-birinə bərabərdir. Onun üçün buradan bir hündürlük çəkəcəm. Həmin o hündürlük həm də median olacaq, həm də tən bölən. İndi 90 dərəcəni də qeyd etdim. Buranı da vermişdi də biz 60 dərəcə. Bunu da qeyd edək. Burada deməli 30 dərəcə bura düşəcək. Yəni 90-dır burada. 90, 60, 30. 30 dərəcə bucaq qarşı duran katet hipotenuzun yarısıdır. Yəni bu DH məsafəsi DB-nin yarısı olacaq. DB-ni, yəni BD-ni də 10 sm verdiyinə görə bizə bura olacaq 5 sm. Artıq AH tərəfinin uzunluğu olacaq. AH 7 sm. AH 7 sm isə bayaq qeyd etdiyim kimi bu həm də mediandır axı. HC də onda 7 sm olacaq. 7 deməli AC tərəfinin uzunluğu 14 sm olar. Keçid alaq 45 nömrəli suala. Deməli 45 nömrəli sualda bizə nə verib? P çoxhədlisinin dərəcəsi 5 verilib. Q çoxhədlisinin dərəcəsi 8 olarsa P kubu vurulsun P plus Q çoxhədlisinin dərəcəsini bizdən soruşur. Deməli, P elə bir çoxhədlidir ki, məsələn, həmin o P çoxhədlisini yazıram mən. Bunun dərəcəsi 5-dir. Yəni, ən yüksək bir hədisinin dərəcəsi 5-dir. Məsələn, bunu belə yaza bilərəm də, x üstü 5 plus 3-dən x üstü 4 və s. nəsə. Amma bizə lazım olan hissə x üstü 5-dir. Ona görə P-ni x üstü 5 kimi qeyd edəcəm. P bərabərdir x üstü 5. Həmin o Q çoxhədlisini də yenə bu qayda yaza bilərəm, amma dərəcəsi 8 olduğuna görə bunu da x üstü 8 kimi qeyd edirəm. Y üstü 8 kimi də qeyd olar, fərqi yoxdur, amma çünki bunlar vurulma hissəsinə baxacaq əsas olan. Elə x kimi götürmək daha məqsədə uyğundur. P kubu, yəni x üstü 5-in kubu vurulsun P plus Q, yəni x üstü 5 plus x üstü 8. Baxın, bu ifadəni vurub atsaq biz, bunun dərəcəsini bizdən soruşur. X üstü 5 üstü 3, x üstü 15 edəcək. X üstü 15 vurulsun, x üstü 5 plus x üstü 8. Vurub atsaq, burada müəyyən hədlər olacaq. Ən yüksək həddimiz isə x üstü 15, x üstü 8-ə vurulanda olacaq. Olacaq x üstü 15 plus 8. Yəni x üstü 23. Baxın, ən yüksək həddə burada olduğuna görə bunun dərəcəsi 23 olmuş olacaq. 46 nömrəli sualda usta işin 8-də 5 hissəsini yerinə yetirərsə, işin neçə faizi yerinə yetirilməmiş qalar. Deməli, işin ümumi işi bilmirik. Faiz soruşduğuna görə, məsələn, mən ümumi işi 80 götürürəm. 8-də 5 hissəsi yerinə yetirilir. 80-in 8-də 5-i eləyəcək 50. Qalacaq 30. Yəni 8-də 5-i yerinə yetirilibsə, 8-də 3-ü qalacaq. Belə tapmaq olar ümumiyyətlə. 8-də 5-i yerinə yetirilibsə, 8-də 3-ü qalar. Bunu da vurarıq 100-ə. Deməli, ixtisar aparsaq, 4, 50, 150 bölünsün 4, bu da 75 bölü 2, 37 tam, onda 5 edir, onda 5. Deməli, onda 5 faizi, 37 tam, onda 5 faizi yerinə yetirilməmiş qalar. Sonra deməli, 47 nömrəli sualda, burada qaydaq, burada məsələn 80 qeyd eləmişdim, o 80 ilə də yazanda deməli, qalan iş 30-dur. Ümumi iş, bunu da belə yazdım. 30 bölünsün 80 vur 100. Yenə eyni cavab alınacaq. 37,5% alınır. 47 nömrəli sual da çox maraqlı sualdır bu sual.
Deməli, sahəsi 108 olan ABCD paralleloqramında AK-nın BK-ya bərabər olduğu verilib. AK BK-ya bərabərdir. Bu hissələr bir-birinə bərabərdir. 108-dir sahəsi ümumi paralleloqramın. AK BK-ya bərabərdir. Başqa heç nə verilmir. Bizdən BFC üçbucağının sahəsini soruşur. Deməli, mən bura bir A yazsam, burada A olacaq. Onda DC tərəfi 2A olacaq. DC tərəfin uzunluğu. Baxın uşaqlar, burada 2 dənə oxşar üçbucaqlar var. Baxın, həmin oxşar üçbucaqlara biz qum saatı kimi də baxa bilərik də. Bu budur. Diqqətən fikir verin. Oxşar üçbucaqlarda biz sahələri belə demişdik ki, yəni oxşar üçbucaqların tərəflərinin nisbəti sahənin kvadratı ilə mütənasibdir. Yəni bu tərəf 2A-dırsa, bu hardan gəlir əslində? Məsələn, bunların olduğunu necə gəldiyini də göstərək. Buradan bir hündürlük çəksək. Dəqiqə üzrü say. Buradan hərəsinə bir hündürlük çəkdim. Baxın, oxşarlığa görə, məsələn, bura H olanda, H hündürlük, bura 2H hündürlük çəkilmiş olacaq. Və burada 2-də 1 AH düsturundan istifadə edəsən. Bunun sahəsi olacaq 2-də 1 vur 2H vurulsun 2A. 2 deməli AH olacaq. Bu hamı olacaq. 2-də 1 vur AH, yəni 2-də 1 AH. 2AH həqiqətən 2-də 1 AH-dan 4 dəfə böyükdür. Baxın, yəni sahələr nisbətdə, baxın, orada kvadratında buradan gəlir, ha. Deməli, ona görə tərəf 2 dəfə böyük olduğuna görə sahələr 2 dəfə böyük olur. İndi bunları silək biz. Çəkdiyim hündürlükləri silək. Onlara əlavə çəkdim göstərmək üçün. Onda mən bura S yazsam, bura olacaq deməli 4S. Bunu bildik. Digər tərəfdən KD xəttini birləşdirək. KD xəttlərini birləşdirək. KD xəttlərini birləşdirəndən sonra bizə trapesiya alınacaq. Həmin trapesiya KBCD trapesiyadır. KBCD trapesiyasında S4S cəmi 5S edir. Həmin o 5S bərabərdir KFD ilə BFC üçbucaqlarının sahələrinə. Yəni bu üçbucaqların sahələrinə. Bu xassədə də var, qaydada da. İndi S4 cəmi 5S elədi. Həmin o 5S-i də yarı-yarı bölsəm, yarı-yarı bölünür. 2.5S bura düşəcək. 2.5S də bura düşəcək. Keçid alaq digər tərəfə. Bəs biz AKD-ni bilmirik axı. İndi AKD-yə baxacağıq bu tərəfdən. Deməli, onu da göstərim mən. Deməli, AB, D üçbucağına baxırıq. ABD üçbucağında fikir verin. Burada KD mediandır. Median da biz dedik ki, sahəni yarı bölür. Onda KBD-nin sahəsi deməli 3.5S-dirsə, onda AKD-nin də sahəsi 3.5S olar. Deməli, ümumi S-lərlə yazdım. Ümumi paralleloqramın sahəsi olacaq. 5S buradan, 4S, 9S, S 10S, bu da 3.5S, 13.5S. 13.5S bərabər olacaq 108-ə. Buradan S-i tapsam, deməli, 8 edir. 8 edir. Deməli, 108-i 13.5-ə bölək. 108 bölək 13.5. Hə, 8 edir. S bərabər 8 oldu. Bizdən BFC üçbucağının sahəsi. BFC. Yəni 2.5S soruşur. 2.5S tapanda 2.5-i vurmalıyıq 8-ə. Bu da bizə deməli 20-ni verir. Doğru cavabımız burada 20 oldu. Qəşəng sual idi. 48 nömrəli sual. X, Y, Z natural ədədləri üçün X-in Y-ə Z-ə nisbətini bizə verib. Sadə sualdır əslində bu. Deməli, verilənləri qeyd edək. Demək, X-in Y-ə nisbəti, Z-ə nisbəti 5-in 4-ə 2-yə nisbətdir. Deməli, buradan X özü 5K-dır. Y özü 4K-dır. Z də 2K-dır. Bu hissədən biz Y-i mötərizə xaricinə çıxarsaq, X plus Z bərabərdir 112 alınır. Deməli, verilənləri də indi nəzərə alsaq. X plus Z bizə 7K-nı verir. 4-də varında 28. 7K-nı 4-də yox, 4K-ya vırıq. 28K kvadratı bərabərdir 112. Verilənləri nəzərə aldım. Buradan K kvadratı bərabərdir 8-i verir. Xeyr. 8 yox, bir dəqiqə. K kvadratı bərabər 4 olur. Aha. K da buradan 2-dir. Axı bizdə natural ədədlər əslində müsbət mənfi 2-dir, amma K-nı bizdə müsbət 2 götürməliyik. Çünki sualda bizə natural ədədlər verib. Onda 2 vurulsun 5, 10 edəcək.
4 vur 8 və 4. X, Y, Z cəmi soruşur. 18, 4. Cavabımız 22 olacaq. 49 nömrəli sualda yaxşı sualdır. Deməli, imtahana düşə biləcək bir tip sualıdır. Satışa çıxarılan parçanın hər metrinin 30 manatdan satışı 24 manat gətirir. 25 manatdan isə 16 manat ziyan verir. Neçə metr parça satışa çıxarılır? Bunu tapmağı bizdən istəyir. Deməli, uşaqlar, satışa çıxarılan hər parçanın 1 metrinin qiyməti bizə məlum olmalıdır. Məsələn, belə deyək də, müəyyən bir parça satılır, müəyyən metr uzunluğunun 1 metrinin qiyməti bilinməlidir ki, ondan gələn gəliri, ziyanı biz bilək. Onda həmin o parçanın 1 metrinin qiymətini biz x manat qəbul edək. X manat. 1 metr parçanın qiyməti olsun x manat. Satışa çıxarılan parçanın hər metri də 30 manatdan. Yox, daha doğrusu üzr istəyirəm uşaqlar. Burada demək, manatı verib, qiyməti verib bizə. Onda satışa çıxarılan parçanın hər metri 30 manatdan, satışı 24 manat gətirər. 25 manatdan satışı isə 16. Yəni burada artıq bizə parçanın uzunluğu verilməyib. Biz parçanın uzunluğunu x qəbul edək. Bilmirik nə qədər parçadır. Və yekunda da onu soruşur elə bizdən. Neçə metr parça satışa çıxarılıb. Onda 30 manatdan satılsa 30 vurulsun x. Bu bizim deməli satışdan aldığımız pul olacaq. Gəlir deyil amma. Gəlir burada artıq məsələn mən burada y ilə də qeyd edirəm. Məhsulun maya dəyərin. Maya dəyəri də y olsun. Məsələn bu nədir? Məsələn paltarı 10 manata almışam, 20 manata satıram. Mən burada deməli 20-dən 10-u çıxacam, gəlirim orada 10 olacaq. Deməli 30 vurulsun x. 30 metr parçadır. Daha doğrusu x metr parçadır. Hər metrini 30 manatdan satıram. 30 vurulsun x. Çıxılsın y. Yəni bizim maya dəyərini çıxırıq buradan. Aldığım qiyməti. Bərabərdir demək, burada xeyir var. 24 manat artıq gəlir var. Ona görə müsbət 24 yazdım. İkinci dəfə isə 25 vurulsun x. 25 manatdan satılsaydı, buradan maya dəyəri çıxılsa, deməli ziyan olduğuna görə 16 manat mənfi 16 yazacaq. Artıq bu sistem təyin həll edib buradan x-i tapmalıyıq. Aşağını mənfiyə vurub tərəf-tərəfə toplasam, olacaq 5x bərabərdir. Y-lər gedər. 16 müsbət 16 ilə də 24-ün cəmi 40-ı verəcək. X də buradan bərabər olacaq 8. Deməli 8 metr parça satışa çıxarılıb. 50 nömrəli sualda da deməli bizdə funksiyalara aid sual yazmışdıq burada. Belə bir sualda fx funksiyası verilib bizə. X kvadratı çıxılsın 6x. Həmin funksiyasının təpə nöqtələrinin koordinatları cəmi soruşur bizdən. Ümumiyyətlə funksiyanın təpə nöqtəsinin koordinatını tapmaq üçün həmin bu funksiya belə yazaq bu funksiyanı. Qrafikin çəkməyə çalışaq. Tam görəsiz deyəm. Deməli x-ə 0 versəm y də 0 olacaq. Demək, bunda kökləri tapmaq lazımdır. Yəni kökləri vardısa, ümumiyyətlə göstərmək üçün çəkirəm bunu. İndi tam qrafik belə deyil. Təpə nöqtənin koordinatlarını ümumiyyətlə tapmaq üçün bizə həmin o təpə nöqtənin x-i və y lazımdır. Burada da deməli x-in düsturu belə idi. X0 bərabər mənfi b bölünsün 2a düsturu. Mənfi b-miz mənfi 6-dır. Deməli minus 6, mənfi 6. Mənfi b, mənfi 6 bölünsün 2 vurulsun a-mız da 1, 2 bölün 2. 6 bölü 2, 3 elədir. Deməli bizim mənfi b bölünsün 2a-mız. Yəni x0-ımız oldu. Deməli 3. Bura 3 imiş. Bəs 3-ü versək, 3-ü nəzərə alsaq nəyi alarıq? Onda f3-ü hesablasam, yəni həmin o 3-də aldığı y-in qiymətidir. Bunun üçün də düstur var əslində. Orada da nəzərə ala bilərik. Və yaxud törəmə üsuluna da bunu yaza bilərsək. f(x) bərabər 0 oradan tapa bilərdik. Yəni 2x bərabər 6x-i buradan da 3 tapa bilərdik. Aparıb yerinə yazsaq f3 nöqtəsində də qiymətini tapacağıq. 9 çıxılsın 18 mənfi 9. Burada mənfi 9 olar. Təpə nöqtənin deməli koordinatları 3 mənfi 9 oldu. Yəni bu funksiyanın təpə nöqtəsi 3 mənfi 9-dadır. Cəmin soruşurdu bizdən 3 plus mənfi 9 mənfi 6 olacaq. 51 nömrəli sualda n parametrin hansı qiymətində tənliyində deməli bərabərlik ödənər? Baxaq burada. Əvvəlcə deməli burada x bunu sadələşdirək. Ortaq məxrəc x1 x2 asını götürəcək. x1-ə bölsəm x2 qalar, x2-yə bölsəm x1 qalar. Bərabər 2 bərabərlik. Verilənləri kvadrat tənlikdən nəzərə alsaq x1 x2 hasilin qeyd edək. Deməli
Köklər hasili sərbəstlədir. 2m minus 1 qeyd olunub. Köklər cəmi də 5 minus 3m-in əksi olacaq. Mənfisini götürməliyik. Ona görə elə 3m minus 5 yazaq. 3m minus 5 bərabərdir 2. 2-ni bir də 2 kimi yazaq. Çarpaz vuraq. Olacaq 4m minus 2 bərabərdir 3m minus 5. Buradan m bərabərdir. Mənfi 3 alır. Bu tərəfə gitsə m 3 alacaq. Elə bizdən d-in qiymətini soruşur. Cavab mənfi 3. M-in təpə bucağı 40 dərəcə olan, bu sualla maraqlı sualdır. Təpə bucağı 40 dərəcə olan bərabər yanlı üç bucaqların oturacaqları ilə düzgün altı bucaqlı qurdu. Şəkildə həmin düzgün altı bucaqlının bir hissəsi təsvir edilmişdir. Emilin qurduğu düzgün altı bucaqlı nə idi? Çox bucaqlı. Düzgün çoxlu bucaqlının bizdən sayını soruşur. Deməli, Emil bərabər yanlı üç bucaqlardan istifadə edərək düzgün bir çox bucaqlı yaradır. Bizdən 60 dərəcəni verib burada. Bir də həmin üç bucağın bərabər yanlı üç bucağın təpə bucağını verib. Deyir ki, Emil neçə bucaqlı çəkdi. Deməli, uşaqlar, belə deyək, burada həmin bu üç bucaqdan bərabər yanlıdırsa, təpə bucağımız 40 dərəcədirsə, oturacağına bitişik bucağı deməli 180-dan 40 140 qalır, 2-yə də bölsəm 70 düşəcək. Deməli, bu bucaqlar 70 dərəcədir. 70 dərəcə. Bu da 70-dir. Bu da 70-dir. Daha aydın olsun deyə bu tərəfdən biraz səliqəli çəkək. Bir hissəsini çəksək kifayətdir. Yəni, biz oradan misalın həllini artıq həll etmiş olacaq. Deməli, burada bu hissəni də verib 60 dərəcədir. Məsələn, bura 60 dərəcə belə bir şey yazıb. Bunlar bərabərdir də, onsuz eyni məsafədədir. Tutaq ki, bu mərkəz nöqtə kimi götürsək, qeyd kimi. Bunlar bərabərdir. Deməli, mərkəz kimi baxanda bu qövs 60-dırsa, bu bucaq olacaq 60 dərəcə. Artıq buranın 60 dərəcə olduğunu qeyd elədik. Digər tərəfdən, bura 70 dərəcə qeyd olunub. Burada 70 dərəcə deməli qeyd edək. İndi burada demək, həmin bu fiqur, bilmirəm, neçə bucaqlıdır, ardını gətirəcəyik. Bunun deməli, xarici bucağını qeyd etdik. Deməli, xarici bucağı 70, 70, 60. Daxili bucağını tapa bilərik. Xarici bucağından sonra keçid eləyə bilərik daxili bucağına və bir daxili bucağına görə bunu tapa bilərik. Amma belə də yaza bilərik əslində. Deməli, bir xarici bucağını biz bildik. Baxın, deməli, belə yazaq. Demək, 70, 60, bunu uzatsaq. Buradan uzatsaq bunu. Düz xətt vasitəsilə. Deməli, 70, 60, 130 edəcək. Həmin o düz xətti burada da qeyd edilir. Baxın, buradan qeyd edilir. 70, 60, 130. Bizdə qalacaq deməli, bir də 70-imiz var. 130, 70, 200 dərəcə edir. 200 dərəcə. İndi buradan 180-dən çıxardırıq da, açıq bucaq əmələ gəldi. 200-dən 180-də 20 dərəcə qalır. Deməli, bir xarici bucağımız 20 dərəcəymiş demək. Həmin çox bucağının bir xarici bucağı 20 dərəcəymiş. Baxın, buradan da qeyd elədik bunu 20 dərəcə. Və yaxud daxili bucağını tapa bilərdik buradan. Fərq eləmir, 360-dan çıxardı onların cəmin. Sonra oradan da yenə xarici bucağı görə bilərdik. Bir xarici bucağı 20 dərəcə olan çox bucağı da 360 dərəcə bölünsün 20 bərabərdir. Deməli, 18 bucaqlıymış. Yəni 18-nə tərəfi var imiş bunun. Doğru cavabımız 18. Qrafikdə eyni cüzə malik hissələrin sayı ilə onların işləmə müddəti zaman verilib. Deməli, qrafikdən biz görürük ki, bu qrafik tərs mütənasibliyin qrafikidir. Y bərabərdir K bölünsün X-in qrafikidir. Yəni, qısacası demək istəyir ki, və yaxud bunu belə də görə bilərik. Zamanla say onsuz da tərs mütənasibdir də. Məsələn, tutaq ki, 3 dənə işçi bir işi 1 saata görürsə, 6 dənə işçi yarım saata görəcək. Yəni, işçi sayı artanda zaman azalacaq. Belə də tərs mütənasiblik bilirik onsuz da. İndi qrafikdən, baxın, n plus 5 sayda işçi bir işi görür 12 saata. Daha doğrusu, 12 sayda işçi görür. Fərq yoxdur belə. Belə yazaq elə. N plus 5 zaman ərzində 12 işçi işləyir. Bəs 18 zaman ərzində nə qədər işçi olacaq? N plus 1. Tərs mütənasiblikdə biz bilirik ki, tənasübdən bunlar qarşı-qarşıya vurulmalıdır. Çarpaz yox, qarşı-qarşıya.
Onda 18n plus 18 bərabərdir 12n plus 60. Bu bərabərliyi həll eləsək, buradan 6n, 60, 18 çıxsaq bunları, deməli 42 qalacaq, n ilə bərabər buradan 7 eləyəcək. Deməli, burada 7 sayda. Bizdən nə soruşur? 16 işçi həmin işi neçə günə yerinə yetirər? Zaman gün imiş. Bayaq saat qeyd elədim. Fərq eləməz əslində. Deməli 7. Baxırıq burada n-i nəzərə alsaq burada bir yerdə. Məsələn, burada nəzərə alsaq 7 plus 5, 12. Deməli 12 gün ərzində 12 işçi 12 günü kifayətdir bunu yerinə yetirməyə. Bəs yaxşı, 16 işçi həmin işi neçə günə yerinə yetirər? X. Deməli, burada da görək necə mütənasiblik var. Deməli, 12 işçi 12 günə yerinə yetirirsə, 16 işçi daha tez günə yerinə yetirməlidir. Yenə də tərs mütənasiblik onsuz da yerindədir. Heç baxmağa da ehtiyac yox idi. 16x bərabərdir 12 vurulsun 12. Buradan deməli x-i tapanda 144-ü 16-ya bölmək lazım. Belə də ixtisarlar aparaq. 4-ə bölsəm 3 qalar, 4-ə bölsəm 4, 4, 3, 3-də 3 oranında 9 edəcək. Doğru cavabımız 9. Diametri 5,2 cm olan çevrədə verilib. Bunlar perpendikularlıq verilib, bərabərlik. Verilən şərtləri qeyd edək. 7-ni verib burada deməli 7 YS məsafəsidir. YS məsafəsini 7 cm qeyd edirəm. Diametri 5,2 cm-dir. Diametri 5,2 cm-dir. Deməli, AB perpendikulardır. AC 90 dərəcə qeyd olunub onsuz da. Bir dənə diametr var burada. Prost diametri uşaqlar, deməli siz bilməlisiniz ki, 90 dərəcə varsa, diametri buradan görmək lazım. Avtomatik olaraq. Burada deməli B və Y nöqtələrini birləşdirir. Həmin o BY nöqtəsi, BY məsafəsi olur diametr. Niyə diametrdir uşaqlar? Çünki burada düz bucağa söykəndiyinə görə. Biz deyirdik ki, düz bucağa söykənən 90 dərəcə olduğuna görə, deməli, həmin o BY onsuz da diametr olmuş. Yəni, diametrə söykənən bucaq daha doğrusu 90 dərəcədir. Üzr sayın. Deməli, necə idi qayda? Diametrə söykənən bucaq 90 dərəcədir. BY demək diametr oldu. Digər tərəfdən, deməli, baxaq AB-ni AY-yə bərabər verib. Bu məsafəyə bərabərdir. Və YS-nin uzunluğun 7 qeyd edib, 7 qeyd etmişik. Diametr də 5,2-dir, 5,2-ni yazıram. Aha. BS parçasının uzunluğunu bizdən soruşur. Deməli, burada verilənləri qeyd etdik. Burada 5,2 varsa və bunlar da bərabərdirsə, deməli, bərabər yəni düzbucaqlı üstəgəl tərəflər 5-5 imiş. Katetlər 5-5-dir. Bizdən demək 5-5 yazdıq. 5 plus 7 bura elədi. Bütöv 12. Burada da 5-dir. YS-ni tapanda, yəni burada A, YS üçbucaq, düzbucaqlı üçbucaqdır. Katet 12-dir. Digəri 5-dir. Burada 13 cm qalacaq. Pifaqor teoreminə görə. Gəldik nəhayət sonuncu sualımıza. Deyir ki, koordinat oxları verilib. -6 0 nöqtəsində kəsən, 0 0 nöqtəsində çevrə kəsə, bir də 0 6 nöqtəsində. Burada demək, bunlar qeyd olunubsa, hökmən həmin o nöqtələrə görə məsafəni tapa bilərik. Məsələn, OA məsafəsini bilirəm ki, 6 cm-dir. Bura 6-dır. Yəni, çünki 0-6 nöqtəsinə görə. Sonra, OB məsafəsini də bilirəm 6 cm-dir. Niyə? Çünki B nöqtəsi -6 0-dır. Onun üçün. Yenə də bizdən, yenə də artıq üçüncü sualdır ki, burada biz bilməliyik ki, diametrə söykənən bucaq düz bucaqdır. Yəni, bundan bunu birləşdirmək lazımdır. Nəyə görə birləşdirdik? Bu düz bucağa görə bunu birləşdirdik. Bunu birləşdirəndən sonra bunun üzərində bir nöqtə götürürəm. Bu O nöqtəsidir. Mərkəzi O nöqtəsi. İndi həmin O nöqtəsinin koordinatlarını biz tapmalıyıq. Yəni, burada o BA məsafəsini tapmaq asan məsələdir. AB bərabərdir 6, 6. Düzbucaqlı bərabər yəni düzbucaqlı üstbucaqda 6 2/2 edir hipotenuzda. Sonra radiusu tapa bilərəm buradan. 3 2/2 edəcək yarısı. Və r kvadratı da mənə lazımdır. 3 2/2-nin kvadratı 18. R kvadratı məlum məsələ. Tənliyi yazacaq, ona görə r kvadratı lazımdır. Keçək indi mərkəz nöqtənin koordinatlarına görə mərkəz nöqtənin x-i nədir, y-i nədir? Mərkəz nöqtənin x-i və y-i tapırıq. Bunun üçün deməli, biz burada bilməliyik ki, o mərkəz nöqtəsində bunu birləşdirib tapa bilərik. Baxın, dəqiqə. Burada o nöqtəsi ilə mərkəzi birləşdirsəm,
Baxın görəcəksiniz ki, burada radiusdur və AO O1 yazaq da, bura O1 yazaq. O1 yazaq. AO1 O. Üçbucağı bərabər yanlıdır. Bərabər yanlı üçbucaqda bayaq dediyimiz kimi median, tənbülən, hündürlük bərabərdir bir-birinə. Ona görə bu 6 və burada 3 nöqtəsi olmuş oldu və həmçinin burada 3 nöqtəsi olacaq, həmin üçbucaqda. Deməli, bunun da mərkəz koordinatları 3, 3 olacaq. 3, 3 mərkəzindən, çevrənin mərkəzi 3, 3-dürsə, həmin o 3, 3 mərkəzdən keçən çevrənin tənliyini yazaq indi. X minus, deməli, A-nın kvadratı, yəni 3-ün kvadratı, plus Y minus B-nin kvadratı, yəni 3-ün kvadratı, bərabər R kvadratı, yəni 18. Çevrənin tənliyi də bu şəkildə olacaq.